Salam hörmətli həmkarlar. Mən məcburiyyət qarşısında qalıb bu videonu çəkməli oldum. Bildiyiniz kimi sertifikasiyadan kəsilən yoldaşlardan yenə təcili məktəb rəhbərləri ərizə istəyirlər ki, öz xahişindən işdən azad olsun. Əvvəla sertifikasiyadan kəsilmək bir faciə deyil və 70-ci maddənin C bəndi ilə işdən azad olunan şəxs istənilən yerdə işləyə bilər və yenidən müəllimliyə hazırlaşaraq yenidən imtahan verə bilər. Bu məsələnin bir tərəfi. Əgər sertifikasiyadan kəsilən yoldaşlara üzr tuturam. Əgər ailənizdə birinci qrup əlil varsa, ölkənizdə 18 yaşına çatmamış əlilliyi müəyyən edilmiş şəxs varsa, uşağınız varsa, yəni pensiyalı uşağınız və yaxud da ki 6 yaşına qədər uşağı tək başına böyüdürsinüzsə, sizlə əmək müqaviləsinə xitam verə bilməzlər. İstənilən halda bütün hədə-qorxulara, bütün vədlərə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə yazmayın. Mənim əlaqə nömrəm demək olar ki, ölkənin bütün təhsil ictimaiyyətində var. 050 672 59 11. Biz təhsil xidmətləri və məsləhət mərkəzi olaraq əməkdaşlıq etdiyimiz vəkillərlə yanaşı hər il ona yaxın bizə müraciət edən məhz ailəsində birinci qrup əlil olan, o cümlədən 18 yaşına qədər əlilliyi müəyyən edilmiş uşağı olan və yaxud da 6 yaşına qədər uşağını tək başına böyüdən həmin şəxslərin əmək müqaviləsinə ki, qeyri-qanuni xitam verilib, baxmayaraq ki, sertifikasiyadan kəsilib, onların yenidən işə bərpa olması ilə bağlı biz hüquqi işlərə başlamışıq və məhkəmə vasitəsilə həmin şəxslərin işə qayıtmasına nail olmuşuq. Siz də dediyim kimi, 1. Ailəsində birinci qrup əlil olan, 2. 18 yaşına qədər əlilliyi müəyyən edilmiş uşağı olan, yəni pensiyaların uşağı olan və 3. 6 yaşına qədər uşağını tək başına böyüdən şəxslər varsa aranızda, sertifikasiyadan kəsilənlər, bizimlə əlaqə saxlayın və ən əsası isə işdən çıxmaq haqqında könüllü ərizə yazmayın. 050 672 59 11 nömrəsi 24 saat açıqdır. Əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm.